dostum məndən küsüb incidi, ayrılıb yad kimi çıxdı evimdən. Əziz dostum şeiri dost haqda yazılan ən ali və ülvi hissləri özündə əks etdirən sənət nümunəsidir. Mənbələrdə bu şeirin Rəsul Həmzətovun ondan inciyən dostu, xalq şairi Səməd Vurğuna yazdığı bildirilir. Şair Tofiq Bayramın bacısı Svetlana xanım isə bununla razılaşmır. Əziz dostumun qardaşına aid olduğunu deyir. Əziz dostum mahnısının yaranması ilə bağlı müəyyən nəsə mübahisələr də olur. Bir çoxları o mahnının sözlərini öz adlarına yazmağa cəhd göstəriblər. Amma əslində bu həqiqətən də Tofiqin sözlərinə yazılmış bir mahnıdır. Mən sizə deyim də Tofiqdə dosta çox böyük sədaqət var idi. Hətta o dövrdə Əli Kərim Tofiqin yaxın dostu idi. O dünyasını dəyişəndən sonra Tofiq bunu bir faciə kimi yaşamışdı. O qədər onun həsrətini çəkmişdi o, həmin o dostunun. Bir dəfə bu Aydın Qaradağlının, hətta oğlu da bu barədə mənə danışdı. Dedi, mənim atam rəhmətə gedəndə mənim yadımdadır ki, Tofiq necə hönkür-hönkür ağlayırdı. Və Tofiq bir çox dostlarına mahnılar da həsr eləyib, onun səkkizlikləri var. Dostbazlıq, dosta məhəbbət, dosta sevmək Tofiqin qanındaydı, iliyindədir. Məhz elə o cür dost qədri bilən adam Əziz dostum mahnısının sözlərini yaza bilərdi. Əməkdar jurnalist Tofiq Bayram yaradıcılığını tədqiq edən Flora Xəlizadə də Əziz dostum şeirinin şairə məxsus olduğunu əsaslandırıb. Bu mahnının deməli musiqisi Qulu Əsgərova məxsusdur. İlk dəfədə Qulu Əsgərov ifa edilib. Ondan sonra Əbülfət Əliyev, İslam Rzayev və çoxları. Amma birdən-birə bunu Rəsul Həmzətovun adına yazırlar. Doğrudur, Tofiq Bayram Rəsul Həmzətovdan çox tərcümə edib. Əgər buna tərcümə edib desək, elə bir dövr idi ki, Tofiq Bayram senzuradan keçə bilmirdi. Öz şeirlərinin əksəriyyətini Rəsul Həmzətovun imzası ilə dünya tərcümə edib, dərc elətdirirdi. Hətta bir dəfə doğmalarından biri ondan soruşmuşdu ki, sən niyə belə edirsən? Deyirdi, bilmədiyiniz məsələlər var. Mənim üçün qapılar bağlıdır. Mənə maraqlı deyildi mənim şeirlərim kimin adı ilə çap olunur. Mənə maraqlı şeirlərimin dərc edilməsidir. Necə nəğmə qoşum, necə dinlərim, dost gedib gözümə gələ bilmirəm. Avar dilində, sonra bu tərcümə olunmalıdır Rus dilinə, sonra da Azərbaycan dilinə. İndi fikir verin, bu mahnıya baxın, görün, bu üç tərcümədən keçən mahnıya oxşuyur. O şeirlərin sözlərinə fikir verin. Yenə təkrar edirəm, Əziz dost mahnısı Tofiq Bayramındır. Yəni gedib Rəsul Həmzətovun kitablarını götürsəniz, bu şeirin və bir çox şeirlərin ki, onları vaxtı ilə Tofiq Bayram güya dırnaq arası tərcümə edib, amma öz şeirlərdir. Onlar da yoxdur. Heç biri yox. Bu şeir də yoxdur. Mən bunu əminliklə deyirəm. Münasibət olub da, onu və Azərbaycanda tanıdan kim olub? Yazmaya, o şeirlərin çoxunun müəllifi olmaya, Azərbaycanda tanıdan kim olub? Tofiq Bayram olub da. Yeri gəlmişkən Tofiq Bayramın yaxınları onun yazdığı bütün əsərləri, mahnı sözlərini Əqli Mülkiyyət Agentliyinin qeydiyyatdan keçirəcəklərini də bildiriblər. Əlin Oruc Əliyev, Rahil Bəhluzadə.